Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə 205, 164, 287, 246 və sual. Biz bu verilmiş ədədlər arasında qanun uyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn variantı tapaq. Birinci 205, sonra 164. Baxırıq ki, 205 azalıb 164 olub. Sonra artıb 287 olub. Sonra azalıb yenə 246 olub. 205-i 2-yə bölmək olmur. Amma 205-dən 164 almaq üçün 41 çıxsaq, 164 ala bilərik. 164-ü 2-yə vursaq, 328 edir. O da 287-dən böyük ədəddir. Amma 164-ün üzərinə 123 gəlsək, 287 edər. Növbəti baxırıq ki, 287-dən 41 çıxanda 246 verir. Deməli, bizdə məntiqi qanuna uyğunluq minus 41 plus 123 minus 41, deməli, növbəti plus 123 olacaq. 246-nın üzərinə də 123 gələndə 369 və 369 da bizim D variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.